25 il 5 ay. Almacıq sınmışdı, həm də çıxmışdı. ...25 illik hərəkət məhdudluğundan sonra pasiyentimizin həyatında nələr dəyişdi? Bunu öz gözümüzlə görmək üçün yola çıxdıq. Pasiyentə qonaq layihəsinin ilk ünvanı Masavunun Həsənli kəndidir. ...25 il 5 ay. Almacıq sınmışdı, bu oynaq, almacığın özü. Oynaq qalmışdı, almacığın özü sınmışdı, həm də çıxmışdı. Nə deyim, buradan durur, məsələn, o döndüyüz yer yoxdur, 150 metrən sonra. Oraya gedəndə heç olmasa 2 yerdə otururdum. Şükür Allah, indi 3 kilometri mən gəzə bilirəm. Özü, məndə qatdalanma da gedirdi. O sıxırdı, çünki bu boşlaq idi, yeri dolmuşdu. Bu da sınıq idi, qoymurdu ki, özünə yer eləmək gücü çatmırdı. İndi şükür Allah, həmd olsun ilahiyə. Öz işimi özüm görə bilirəm, otura da bilirəm, dura da bilirəm. Məsələn, dünənləri ilə buradan 2 kilometr 200 metrədir. Bir nəfəsə getmişəm, qəbr üstünə getdim. Oradan da gəldim. Belə yolu tək, uşaqlara da maşını saxladı, dedim, yox, tək gedəcəm də və maşınsız gedəcəm. Gözüm gəzirdi, maşından sarıcı, 50 metrədən də olsa maşın. Şükür Allahın varlığına, dəhd varsa dərman da var. Bioloji təbabət müalicə mərkəzinə, mənim öz həkimim Elnur Aslanova, özləri minnətdarlığımı bildirirəm. Məndə olan ağrıcıların hamısını götürdülər implantla. Uğurlu əməliyyatım da oldu, şükür Allaha, çəlişsiz gəzə bilirəm. Bioloji təbabət müalicə mərkəzinə dərin minnətdarlığımı bildirirəm. İcbari tibbi sığortaya özləri minnətdarlığımı bildirirəm. Çünki incitmə yoxdur. Kağızı verirsən, vaxt uzanınca deyir, get, sən mesaj göndərəcək. Kod gələcək, kodundan hərəkət eləyərsən. Getdik, yaxşı da qarşılandıq, şükür Allaha, istiqamətləndirdilər. Minnətdarlığımı bildirirəm. Sağ olun, siz də var olun ki, bu əziyyəti çəkdiniz, bunu işıqlandıracaqsınız. Gələn ayaqları sizinlə var olsun. Allah canınıza dəyməsin. Payı çox olsun, gələn ayaqlarınıza var olsun.